Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümləni müəyyən edin. Elə adam var ki, bunlardan xəbəri yoxdur. Elə əvəzlik gəlibdir, baş cümlədə gəlib. Müəllim dedi ki, dərsdən sonra tədbir hazırlaşaq. Müəllim nəyi dedi? Baş cümlə birinci gəlib. Budaq cümlə baş cümlə buraxılan üzv izah eləyir. Kimin ki dostu var, dünyanın xoşbəxt insanıdır. Kimin ki bağlayıcı sözdür, o dünyanın xoşbəxt insanı. Bağlayıcı söz işlənən budaq cümlə adətən birinci işlənir. Cavab olacaq C variantı. Qız elə bacarıqlıdır ki, əvəzlik gəlib, baş cümlə gəlib və baş cümlə birinci gəlib. 5 ildir onu görmürəm. Nə 5 ildir? Sual buradan çıxır. Bu da baş cümlədir. Cavab C. Sözlərdən biri eyni köklü sözlər cərgəsini tanımlaya da bilər, tanımlamaya da. Yaxalıq, yaxasız sözləri, məsələn, yaxadan yaxalıqdır, yaxadan yaxasızdır. Sözün kökü yaxadır hər ikisində. İndi aşağıdakilərin hansı buna eyni köklü ola da bilər, olmaya da bilər. Bax, fikir verin, yaxalamaq sözünü iki cür düşünə bilirik. Bir yumaq, yaxalamaq mənasında sadə sözdür, sözün kökü yaxala olur. Amma birinin yaxasından yapışmaqda yaxalamaq. Məsələn, tutaq ki, oğru yaxalandı deyəndə, cinayətkar yaxalandı deyəndə bu formada. Bu söz bu mənada bura yazıla bilir, eyni köklü ola bilər. Yaxalamaq. Yəni yaxalamaq. Yəni cinayətkar yaxalandı mənasında bunlardan eyni köklü ola bilir, amma yaxalamaq, yumaq mənasında bunlardan eyni köklü ola bilmir. Digər bəndlərdə belə bir söz yoxdur. Ona görə də sualın cavabı olur A variantı. Yalnız baş yüzlərdən ibarət olan cümləni müəyyən edin. Bir məqsədə çatmaq üçün bir çox arzu və istəklərdən imtina etməlisən. İmtina etməlisən, xəbər. Nədən? Arzu və istəklərdən. Deməli, burada yalnız baş yüzlərdən ibarət deyil. A bəndi çıxdıq. Atlantidada yüksək texnoloji inkişafa nail olmuşdular. Olmuşdular. Nəyə? Yüksək texnoloji inkişafa. Görürsünüz, artıq ikinci dərəcəli üzv olduğuna görə yalnız baş yüzlərdən ibarət deyil. Harada? Atlantida, burada da zərflik də var. Bunu da çıxırıq. Avropalılar fırlanma mexanizmi ilə təchiz olunmuş yelkənlərdən istifadə ediblər. İstifadə ediblər kim? Avropalılar. Nədən? Yelkəndən. Gözü ikinci dərəcəli üzv var. Bu da yalnız baş yüzlərdən ibarət deyil. Onun qardaşı bizim briqadamızın ən fəal işçilərindən biridir. Kim onun qardaşı nədir? Bizim briqadamızın ən fəal işçilərindən biridir. Hamısı bir yerdə olur xəbər. Yəni mürəkkəb üçün növtəyin söz birləşməsidir. Ona görə yalnız baş yüzlərdən ibarət olan cümlə budur. Ölkədə bir neçə nüvə mərkəzi fəaliyyət göstərə bilər. Fəaliyyət göstərə bilər. Nə? Nüvə mərkəzi. Harada? Ölkədə nə qədər? Bir neçə. Gördüyünüz kimi burada da yalnız baş yüzlərdən ibarət olan cümlə olmadı. Cavab olur D variantı. Onun qardaşı mübtəda bizim briqadamızın ən fəal işçilərindən biridir. Xəbər. Hansı cümlədə feili bağlama işlənməmişdi? Onun düşüncə dünyası alt-üst olmuşdu. Bu cümlədə feil bağlama yoxdur. Qatardan enincə hər şeyi xatırladı. Feili bağlamadır. Onlar vağzala çatanda qatar getmişdi. Çatanda feili bağlamadır. O çantasını götürüb yan otağa keçdi. Götürüb feili bağlamadır. Evə qayıdarkən yağış daha da gücləndi. Qayıdarkən feili bağlamadır. Feili bağlama işlənməyən cümlə A variantı. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Doğrudur, yanlışdır. Bax, bu tipli suallarda doğrudurdan yanlışı seçirsiniz. Yanlışdırdan doğru. Yəni uyğunsuzluq bunu tələb eləyir. Elin gözü tərəzidə cümləsində məcazilik var. Bəli, var. Bu doğrudur. Mənə quyu qazdı, su çıxmadı cümləsində fraza birləşmə işlənib, xeyr, işlənməyib. Çünki quyu qazmaq fraza birləşmə kimi, yəni kiminsə arxasına iş çevirməkdir. Burada elə bir məna yoxdur. Əli yanmaq ifadəsi həm həqiqi, həm də məzmunlu düşünülə bilər. Bəli. Əli odda yana bilər, həqiqi məna. Bir də bu işdə əlim yanıb, yəni uğursuzluqla üzləşmişəm. Bu doğrudur. Evin yanında park var cümləsində bir amonim söz işlənib. Baxın, burada amonim söz yan, park var. 3 dənədir, 1 dənə deyil. Deməli, bu yanlışdır. Dediyim kimi, uyğunsuzluq istədiyinə görə doğrudan yanlışı seçirik, yanlışdan doğrunu. Cavab olur 2-3 C variantı. Bal tutan barmaq yalar nümunəsi haqqında hansı fikir doğrudur? Adlı halda işlənən iki isim var. Buradakı isimlər bal, barmaq, balı tutan barmağını yalayar. Buradakı isimlər adlı halda deyil. Tutan feildən düzəlmiş sifətdir. Xeyr, feili sifətdir. Səhvdir. Yalar feilin xəbər şəklində, bəli, nə edər? Yalar, yalayar mənasında doğrudur.
Təsirli kağıda işlənmiş bir isim var, xeyr, 2 dənə isim var, yuxarıda göstərdik. Barmaq feilin təsvifən mən formasıdır, xeyr, isimdir barmaq. Cavab olur C variantı. Yalar feilin xəbər şəklində işlənmiş sözdür. Hansı sözün yazılışı səhvdir? Hüsn xət üsüz yazılır, hüsn xət olur. Baqqal düzdür, konfet düzdür, diaqram düz, kassa düz. Cavab olacaq A variantı. Biri tabesiz mürəkkəb cümlədir. Elə bu zaman mərmilərdən biri qatara toxundu, komandir yaralandı. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Yəni mərmi qatara toxunur, yaralanan kimdir? Komandir. Ayrı-ayrı tərkib hissə var. Düzdür? Deməli biz buna tabesiz mürəkkəb cümlə kimi qeyd edə bilərik. Bu gün pul alacağıma əmin idim, ancaq yenə də oradan əli boş qayıtdım. Hər ikisi birinci şəxsin təkinə aiddir ya mübtəda olmadığı üçün bunu həmciz xəbərli sadə cümlə kimi göstərir. Hər birinin ayrı-ayrı mübtədası yoxdur və bunların ikisi də həmciz xəbərli sadə cümlə sayılır. Mürəkkəb cümlə deyil. Qapıdan girən adamlara diqqətlə baxırdım, heç birini tanımadım. Yenə hər ikisi birinci şəxsə aiddir, həmciz xəbərli sadə cümlədir. Yəni ayrı-ayrı mübtədaları yoxdur. O mənə həm yol göstərir, həm də məsləhət verirdir. Yol göstərir, məsləhət verir. Hər ikisi o ilə bağlıdır. Bu da həmciz xəbərli sadə cümlədir. Eşitdiklərimə baxmayaraq özümü heç nədən xəbəri yox kimi aparırdım. Bu da sadə cümlədir. Cavab olur A variantı. Təyin işlənmiş cümləni müəyyən edin. Şahın vəzirin sədaqətin zərrəcə şübhəsi yox idi. Yox idi. Nə yox idi? Şahın şübhəsi. Onlar hamısı birdir. Üçünün təyini söz birləşməsi. Deməli bu cümlədə təyin yoxdur. Qara parlaq saçları ağ üzünə xüsusi yaraşıq verirdi. Saçları üzünə yaraşıq verirdi. Hansı saçları? Qara saçları, parlaq saçları. Cavab olacaq B variantı. Fuadın Dəlisov hərəkətləri hamını qızıqlandırırdı. Nə? Fuadın Dəlisov hərəkətləri Dəlisov söz birləşməsinin daxili üzvüdür. Mənim belə adamlara qarşı rəğbətim sonsuzdur. Mənim rəğbətim hamısı bir də söz birləşməsinin tərkibindədir. Təəssüf ki, mövzu haqqında geniş danışa bilməyəcəm. Geniş burada zərflikdir. Yəni xəbərə aid olduğuna görə, hərəkətə aid olduğuna görə zərflikdir. Mövzu haqqında da tamamlıqdır. Cavab oldu B variantı. Dəyişinin cümlə o cümlədir. Modal söz işlənməmiş cümləni müəyyən edin. Vergül işarəsi buraxılıb. Qüdrətli hökmdarın icazəsi ilə bir kəlmə söz demək olarmı? Bu cümlədə modal söz yoxdur. Əlbəttə dəvətinizi qəbul edə bilmədiyimə görə təəssüfsüz keçirirəm. Əlbəttə modal sözdür. Siz çıxışınızla görünür özünüzə haqq qazandırmaq istəyirsiniz. Görünür modal söz. Xülasə, nə qədər müzakirə etsək də heç bir qərar verə bilmədik. Xülasə. Modal sözdür. Xülasə. Yaxşı. Biz indi həftə sonuna qədər bu qədər işi necə bitirək? Yaxşı modal söz. Cavab olur A variantı. Bu cümlədə modal söz yoxdur. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Aydınoğlu sədr seçilməzdən əvvəl də kolxozda işləyirdi. Bax, mətndə belə fikir var. İşgüzar kolxoz briqadirlərindən Aydınoğlu sədr seçdilər. Bu doğrudur, mətndə var. Rayon rəhbərliyi və kənd cəmiyyətinin Aydınoğlu ilə bağlı mövqeləri eyni deyil. Fikir verin, burada deyir ki, katib özü də dəyişikliyin tərəfdarı deyil. Təzə adam seçib nə qazanacaqsınız? Deməli, bu da doğrudur. Kənddə məktəb olmadığına görə uşaqlar şəhərə getməli olurlar. Mətndə bu haqda məlumat yoxdur. 3 olan bəndləri çıxırsınız. Mətndə məlumat yoxdur. Yolun bir hissəsinin torpaq olması kəndin mədəni geriliyindən xəbər verir. Belə bir şey mətndə vurğulanmayıb. Mədəd kişi yeni sədrin kolxozun imkanlarından istifadə etməməsinə təəccüblənir. Aydınoğlunun şəhərə piyada getməsinə təəccübləməsi mətndə var. Kəndin taleyi ilə bağlı mühüm qərarlar ümumi müzakirədən sonra verilir. Bu briqadirin seçilməsi, yəni sədrin seçilməsi də buna dəlalət edir. Cavab olur 1, 2, 4 A variantı. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Həm yerlilərin Aydınoğlunun namizədliyini dəstəkləməsinin, bu mümkün həm işgüzar olması ilə bağlı, həm öz yerlərindən olması ilə bağlı bunun səbəbini müəyyənləşdirə bilərik. Hadisəni nəql edən şəxsin özünün şanslı hesab etməsinin bu şəhərə gedib gəlməsində, yəni piyada getməməsi də, yəni əziyyət çəkməməsinə görə bunun səbəbini müəyyən etmək olar ki, özünü ona görə şəxs belə deyək ki, şanslı hesab eləyir. Kolxoza yeni sədr təyin olması ehtiyacının, bəli, bu nə üçün yeni sədr lazım olduğunu mətndə açıqlamır da, bunu bir səbəbini müəyyənləşdirə bilmərik. Qara atın tövlədə ayrıca saxlanmasının bunun da
Yəni səbəb mətndə vurğulanmayıb, niyə orada saxlayırlar ayrıca göstərilmir. Cəmaatın mədəd kişinin fikirləri hesablaşmasının bunun da səbəbi mətndə nədir müəyyənləşmir. Açıqlanmır ki, cəmaat niyə bundan hesablaşır deyə. Cavab olacaq 3, 4, 5 D variantı. Mətndəki qara atla bağlı hansı fikir doğrudur? Ümumiyyətlə, mətndə qara atdan çox da danışılmır. Sadəcə Aydınoğlu'yla bağlı epizodlarda çəkilir. Ən sonunda fikir, bax, Mədəd kişi əvvəl Aydınoğlu'nu tərifləyir, yaxşıdır, çalışqandır, mən atasını tanıyıram və s. və s. və s. Bacarıqlı oğlandır, dilibaşdır və s. Amma ən sonda şəhərdən kəndə qaydanda Aydınoğlu bunların yanından sürətlə çapıb keçəndə bu belə deyək ki, Aydınoğlu qara atın ayağının altından çıxan palçıq Mədəd kişinin üzünə yapışır. Düzdürmü? O sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə qara atın düyünlənmiş quyruğuna baxdı, əlinə dizinə çırpdı. Sən dünyanın işinə bir bax, gör nə tezcə cığırından çıxdı. Bax, burada biz bir növ belə deyə bilərik ki, qara at, Mədəd kişinin xarakterindəki dəyişkənliyi üzə çıxarmaq üçün bir növ sınaq rolunu oynayır. Bax, bunu B variantındakı fikri deyə bilərik ki, bəli. Qara əvvəl Aydınoğlu'nu tərifləyən Mədəd kişi atın ayağından çıxan palçığın üzünə yapışması ilə bağlı tezcə nədir? Fikrini dəyişə bilir. Bunu vurğulaya bilərik B variantını. Məsələn, digər bəndlərə baxaq. Köhnə kolxoz sisteminin tənəzzülünü və kənd təsərrüfatının zəifləməsini simbolize edən bir vasitədir. Xeyr, belə bir şey mətndən çıxmır. Atın sürətindən sıçrayan palçıq Aydınoğlu'nun kənd ağsaqqalına olan daxili nifrətin təzahürüdür. Bunu da çıxara bilmək. Çünki mətndə nifrətlə bağlı bir şey yoxdur. Əslində, kənd cəmaatı bir-birini dəstəkləyir. Aydınoğlu'nun sədr seçildikdən sonra ilk fəaliyyətini yerinə yetirməyə yardımcı vasitə kimi təqdim olunur. Xeyr, çünki ilk şəhərə gedəndə necə gedir? Piyada gedir. Bunu da göstərə bilmərik. Kənddə bayramlarda, şənliklərdə cəmaatın ümumi istifadəsinə verilən atlardandır. Bu da mətndən çıxmır. Ən doğru cavab B variantı. Qara atla bağlı hansı fikir doğrudur? Mədəd kişinin xarakterindəki dəyişkənliyi üzə çıxarmaq üçün bir növ sınaq rolunu oynayır. Mətnə görə klasteri tanımlaya bilən fikirləri müəyyən edin. Mədəd kişi ilə bağlı klasterdə kənd ağsaqqalıdır verilib klasterini. Baxaq görək hansı fikirlər oraya yaza bilərik. Şəxsi narahatlığı dəstəklədiyi mənəvi dəyəri üstələyir. Bəli, bir an əvvəlki sualda da vurğuladıq. Ən sonda epizodda bu qara atın ayağının altından çıxan palçıq, onun üzünə yapışmasından sonra fikrinin dəyişməsi, əvvəl tutaq ki, Aydınoğlu'nu tərifləyirdi, işgüzar bir qadın deyirdi və s. və s. Amma sondakı şəxsi narahatlığı dəstəklədiyi mənəvi dəyəri üstələyə bilir. Deyir, sən dünyanın işinə bir bax, gör nə tezcə cığırından çıxdı. Bunu qəbul edirik. Baş verən hadisələrə emosional reaksiya verir, bəli. Yenə bu hadisələri soyuqqanlıqla təhlil eləmir da. Bu hissi yanaşır. Necə ki, sondakı məsələndə bunu görə bilərik, yəni. Sondakı ittihamı da. Hamıdan özünə qarşı diqqət tələb edir, mətndə belə bir fikir çıxmır, bunu aid eləyənməli. İnsanları işgüzarlığı ilə qiymətləndirir. Aydınoğlu ilə bağlı, Aydınoğlu qoçaqdır, diribaşdır, işgüzardır kimi fikirlərini bunu deyə bilərik. Yeni bir qadın atası ilə əvvəldən ədavət olub, xeyr, atası ilə əvvəldən dostluq olub. Cavab olur 1, 2, 4, C variantı. Mətndə çərçivədə verilmiş söz hansı cümlədə kontekstdəki mənasına işlənmişdir? Mətndə çərçivədə verilmiş söz saxlamaq idi. Baxaq görək. Onların fikri köhnə sədri saxlamaq idi. Burada vəzifədə saxlamaq mənasında işlədir. Yəni, müəyyən vəziyyəti saxlamaq. Verilən cümlələrdə Y variantına fikir verin. Öz adamlarını hakimiyyətdə saxlamaq istəyirdilər. Yəni, burada da yenə eyni məsələdir ki, vəzifədə kimisə saxlamaqdır. Yəni, mətndəki ilə eyni mənada işlənib. Ona görə də cavab olur Y variantı. Mətnə görə cədvəli tamamlayın. İnsanın uğuruna müsbət təsir edən ictimai amil, insanın uğuruna müsbət təsir edən şəxsi amil. İctimai amil odur ki, başqalarının dəstəyi və yardımı yaza bilərik, düzdür? Başqalarının dəstəyi, yardımı, yaxud yaza bilərik, insanların onu sevməsi, insanların onu sevməsi, ona dəyər verməsi, Yəni, burada da Aydınoğlu'yla bağlı biz görə bilərik ki, kənd cəmaatı onu dəstəkləyir. Ona hörmət edir, onun çalışqanlığı, qoçaqlığına görə, diribaşlığına görə bunu verir və kənd cəmaatı səs verib onu bir qadir kimi seçirlər.
İnsanın uğruna müsbət təsir edən şəxsi amil də insanın şəxsi çalışqanlığı və bacarığı. Şəxsi çalışqanlığı, bacarığı, işgüzarlığı və s. bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnin sonuncu cümləsi nəzərdə tutulur. Sən dünyanın işinə bir bax gör, nə tezcə cığırından çıxdı. Söhbət kimdən gedir? Təbii ki, Aydınoğlundan gedir. Yəni fikrimizi əsaslandıraq. Mətnin əvvəlində Mədəd kişi Aydınoğlunu tərifləyirdi. Yəni Mədəd kişi Aydınoğlunu tərifləyirdi. Sonda isə, mətnin sonunda, yəni sonda isə atın ayağının altından çıxan palçıq ləkəsi üzünə yapışdığına görə Aydınoğlu haqqında bu fikirləri söyləyir. Bax, buna uyğun cavablar yazıb sualı yekunlaşdıra bilərsiniz. Bir insanın xarakteri vəzifəyə təyin olunduğu zaman üzə çıxır. Fikrini mətnlə əlaqələndirin. Yəni, mətndə Aydınoğlu əvvəl necə təsvir olunur, sonda necə təsvir olunur. Yəni, tutaq ki, şəhərə gedəndə piyada edir, amma şəhərdən qaydanda artıq atla, belə çaparaq, öz həmkəndlərin yanından sürətlə ötüb keçib gedir. Düzdür? Yəni, belə eləyək ki, sədr seçilməzdən əvvəl insanların gözündə təvazökar idi. Sədr seçilməzdən əvvəl sadə və təvazökar görünür. Sədr seçildikdən sonra isə qara atla insanların yanından sürətlə çaparaq keçir. Bu da göstərir ki, insanın əsl xarakteri vəzifəyə keçdikdən sonra üzə çıxır. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə əsasən cədvəli tamamlayın. Mədəd kişinin xarakteri xüsusiyyətləri. 2 dənə fikir yazaq. Məsələn, yaza bilərik burada vəfalı. Niyə vəfalı? Aydınoğlunun atası ilə bağlı. Orada vurğulayır, mən atasını çoxdan tanıyıram, uşaqlıqdan bax, mən onu uşaqlıqdan tanıyıram, rəhmətli atası da diribaşı idi. Biz qardaş kimi, onu öz balam kimi istəyirəm, bu atasına qarşı, öz qardaş kimi istədiyi bir insanın övladına qarşı vəfalı göstərə bilərik. Yaza bilərik Aydınoğlunu uşaqlıqdan tanıyır. Yəni atası ilə qardaş kimi olub, onu da öz balası kimi istədiyini vurğulayır. Belə yaza bilərik. Sonra açıq fikirli yaza bilərik. Ədalətli yaza bilərik. Məsələn, açıq fikirli yazaq. Məsələn, açıq fikirlidir. Yaza bilər bu formu. Sonra fikrini çəkinmədən hər yerdə deyir. Fikrini çəkinmədən hər yerdə deyir. Yəni, tutaq ki, nətər deyə bilərik. Yəni, yeni sədrə nə üçün dəstək olduğunu, nə üçün dəstək olmaq lazım olduğunu izah edir ki, bəli, öz adamımızda, onun qabağa getməsi üçün əlimizdən gələni etməliyik. Sonra el təəssübkeşi yaza bilərik bura. El təəssübkeşidir
keş yaza bilərik bura. Kəndin və kolxozun inkişafının hamının birliyində görür, yaza bilərik. Məsələn, kəndin və kolxozun inkişafını kənd cəmaatının birliyində görür. Kənd cəmaatının birliyində görür. Bu kimi fikirlər yaza bilərik. Məsələn, diqqətli yaza bilərik, diqqətlidir. Məsələn, Aydınoğlu'nun o sondakı xarakterində gördüyü mənfi xüsusiyyəti o saat qeyd eləyir. Bunu qeyd eləyə bilərik. Yəni, bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edib yazan. Mənası deyəndə bunlar nə mənada işləniblərsə onu qeyd edə bilərik. Ayağından çəkilir, bir də havadar çıxmaqdır. Ayağından çəkmək, mane olmaq. Mane olmaq kimi yaza bilərik. Paxıllıq etmək kimi də qeyd edə bilərik. Paxıllıq etmək kimi cavabı yaza bilərik. Havadar çıxmaq da sahib çıxmaq, müdafiə etmək. Müdafiə etmək, qorumaq, tərəf saxlamaq və s. Tərəf saxlamaq və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnin tərkib hissələrlə bağlı doğru fikri müəyyən edin. Bəndlərə bir-bir nəzər salaq görək, doğru fikir hansıdır? A bəndi. Mətnin əsas hissəsi qədim mədəniyyətin tarixinə baxış adlandırıla bilər. Bəli, əsas hissədə kompleksin tarixi haqqında məlumat verilir. Yəni, o harda yerləşdiyi haqqında məlumat verilir, hansı hökümdarın dövründə, belə deyək ki, ərsəyə gəldiyi, məsələn, müqəddəs Bağdı yaratmağa qərar verən Kral 1-ci Badravarmanu olub, demək ki, bu tarix haqqında deyə bilərik, bunu göstərir. Qədim mədəniyyətin tarixinə baxış deyə bilərik. Sonra fransızlar tərəfindən tapılması, müharibədə dağılması, bərbası və memarlıq xüsusiyyətləri, kərpiclərdən düzəldiyi, naxışlarla, heykəllərin olduğunu vurğulayır. Geniş izah var burada, bunu göstərə bilərik. Ümumiyyətlə, bu hissə bütövlükdə keçmiş bir sivilizasiyanın Çampa mədəniyyətinin, belə deyək ki, tarixinə və irsinə həsr olunduğu üçün biz bu hissəni, yəni əsas hissəni qədim mədəniyyətin tarixinə baxış adlandırmaqda heç bir sıxıntı yaşamarıq. Yəni, bu tamamilə məntiqə uyğun gəlir. B variantına baxaq. Giriş və nəticə hissə bir-birini tamamladığı üçün bir abzas şəklində verilə bilər. Baxaq ki, ümumiyyətlə, giriş kompleksin təqdimatıdır, nəticə hissə müasir fəaliyyətidir. Yəni, onlar məzmunca fərqli olduğuna görə, yəni burada belə ki, bunun təqdimat verilir. Burada da yaxınlıqda Çampa Muzey tarixindən bəhs edən muzey və mədəniyyət kimi bunun fəaliyyətindən bəhs edilir. Bunlar necə bir-birindən bir abzas təşkil edə bilər ki? Yəni, bunun birləşməsi mətnin strukturunu pozar, yəni. Ona görə biz bunu çıxırıq. C. Əsas hissədəki abzasların biri ilə giriş hissənin yerini dəyişilməsi düzgün olar. Əsas hissədəki hər hansı detal girişin yerinə qoymaq məntiq ardıcılığı pozar. Yəni, burada yenə dediyimiz kimi, burada məlumatdır, hadisələrə girişdir, amma əsas hissədə isə əsas fikrin səsləndirilməsidir. O da istər-istəməz uyğun deyil. Əsas hissədə məntiqi əlaqəni pozan cümlə əslində nəticə hissədə verilməlidir. Mətndə əsas hissədə məntiqi əlaqəni pozan və yaxud da elə bir cümlə yoxdur və yaxud nəticəyə aid olan artıq bir cümlə yoxdur. Biz onu deyə bilmərik. 6-cı abzasın son cümləsi çıxarılsa, tərkib hissə arasında əlaqə bərpa olunar. 6-cı abzasın son cümləsi kompleksin dumanlı təpələr arasındakı sirli atmosferini təsvir edir. Bu cümlə hissələr arası əlaqəni pozmur. Əksinə, məntiqi əlaqəni nə edir? Zənginləşdirir, mətni zənginləşdirir. Yəni, bu hissənin, bunun verilməsi mətnə zənginlik qatır. Yəni, burada əlaqəni pozmur. Yəni, belə deyək ki, tərkib arasında əlaqə bərpa, yəni əlaqəni pozmur ki, biz bunu çıxartsaq, əlaqə bərpa olunar deyək deyə. Yəni, bu da səhvdir. Yəni, gördüyümüz kimi uyğun cavab oldu. A variantı, cavab olur A bəndi. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudurdan doğru olanı seçirik, yanlışıdan yanlış olanı, ehtimaldan da bunu seçirik. Baxaq görək. Abidənin yerləşdiyi zona hərbi əməliyyatlardan uzaq olduğu üçün binalara heç bir xətər dəyməmişdi. Bu fikir yanlışdır. Mətndə Vyetnam-Amerika müharibəsi zamanı kompleksin praktik olaraq yerlə yeksən edildiyi və bunun binaların əksəriyyətinə ciddi ziyan dəydiyi açıq şəkildə qeyd olunub. Bu hissədə bunu görürük. Yəni, biz bunu yanlış qəbul edirik. Bir olan bəndləri çıxırsınız,
Cavabımız ya budur, ya budur. Ərazi qədim dövrlərdə Çampa sivilizasiyasının əsas inanc və ibadət ocağı rolunu oynamışdır. Mətndə bu haqda məlumat verilib. Yəni Mişon məbəd kompleks sayəsində dediyimiz kimi burada məbəd də yəni ibadət olunan yerdə əsas inanc və ibadət ocağı rolunu oynayır. Biz bunu doğru qəbul elədik zaten. Gəlirik yanlış olan hissəyə. Kompleksdə olan məbədlərin hamısı müasir dövrə ilkin görkəmində gəlib çatmışdır. Təbii ki, bu da yanlışdır. Dediyimiz kimi müharibədə ciddi zərər gördüyü üçün bunu doğru qəbul edə bilməli. 2-3 olan hissəni saxlayırsınız. Cavabımız hazırdır artıq. Bu tarixi məkanın yenidən dünya elminə qazandırılması fransız mütəxəssislər sayəsində mümkün olmuşdur. Mətndə bu haqda məlumat var. Biz bunu doğru qəbul edirik. Fransız arxeoloqları tapıblar bunu. Ehtimal hissəsinə baxaq görək cavabımız nə olacaq? Çampa imperiyasının paytaxtı Mişon məbəd kompleksində yerləşib. Mişon məbəd kompleksinin banisi Kral 1-ci Bahadravar Manu hesab olunur. Bax, bu mətndə faktdır. Yəni bu doğrudur. Bu hissədə vurğulanır. Düzdür. Amma 5-ci isə Çampa imperiyasının paytaxtı Mişon məbəd kompleksində yerləşib. Belə güman edilir ki, təxminən 1,5 min il əvvəl mövcud olan Çampa imperiyasının paytaxtı bir vaxtlar burada yerləşib. Yəni bu görsünüzsə gümandır, ehtimaldır. Ona görə biz bunu cavab kimi qəbul edə bilərik. Sualın cavabı olur 2, 3, 5 D variantı. Mətndə hansı suallara cavab yoxdur? 1. Kompleksin banisi olan hökmdar abidəni hansı tanrının şərəfinə uzatmışdır? Bax, ikinci abzasda Mişon məbəd kompleksinin banisi Şiva tanrısının əzəməti şərəfinə. Deməli, biz bunun cavabını tapa bilərik. Yəni, Şiva tanrısının şərəfinə. Bunun cavabı var. Bir olan bəndləri çıxırıq. Gəlirik 2-yə. Arxeoloqlar qazıntı zamanı ilk olaraq hansı qiymətli əşyaları tapmışlar? Mətndə buna bağlı cavab yoxdur. Kompleksin bərpası üçün xarici fondlar nə qədər maliyyə vəsait ayırmışdır? Belə bir cavab mətndə yoxdur. Çampalılar kərpisləri bir-birinə bərkitmək üçün hansı maddədən istifadə ediblər? Mətndə hansı bir maddənin adı çəkilmir, yəni kərpizləri necə elədiklərinə dair. Mişon məbəd kompleksinin tanınmasına hansı amillər səbəb olmuşdur? Qədim Çampa dövlətinin dini mərkəzi olması, dünya əhəmiyyətli mədəni irs abidəsi kimi tanınması və sirləri ilə səyahətçiləri cəlb etməsi kimi cavabları verib bu sualı cavablandıra bilərik. Cavab olacaq 2, 3, 4 B variantı. Bundan 3 il sonra isə məbəd UNESCO-nun ümumdünya irs siyahısına daxil edildi. Cümləsindən mətnin neçənci abzasını genişləndirmək olar. Bax, bu hissəyə fikir verin. Burada vurğulanır ki, 1975-ci ildə qədim abidənin bərpasına qərar verildi. Bunun üçün bir neçə il ərzində ətraf torpaqların sakinləri müharibədən dağılmış cəngəllik özəlləri ilə mina və bombalardan təmizlədilər. Kompleksin bərpası təxminən 15 il çəkdi və 1996-cı ildə Mişon məbəd kompleksinin təntənəli açılışı oldu. Sonra biz bu cümləni bura qoyub deyə bilərik ki, bundan 3 il sonra isə məbəd UNESCO-nun ümumdünya irs siyahısına daxil edildi. Yəni belə görə də cavabımız nə olar? 1, 2, 3-cü abzas C variantı. Mişon məbəd kompleksinin memarlıq xüsusiyyətlərinə aid olanları müəyyən edin. Tikintidə müxtəlif xalqlardan olan ustalardan faydalanılıb. Yəni ustalardan faydalanması bu memarlıq xüsusiyyətinə aid deyil. Bir olan bəndləri çıxırsınız. Qüllələr qədim sənətkarların əl işi olan unikal naxışlarla bəzədilib. Bəli, biz bunu xüsusiyyət kimi, memarlıq xüsusiyyətləri kimi qəbul edə bilərik. Bu sənətkarlar tərəfindən oyulmuş unikal naxış və dizaynla bəzədilməsi mətndə bu haqda məlumat var. Binaların daxilində Vyetnam tanrılarının heykəlləri də var. Burada Vyetnam yox, Hindu tanrılarından söhbət gedir. Ona görə də 3-ü də çıxırıq. 3 olan bəndləri çıxırsınız. Kompleksin quruluşu qədim Çampaların inanc sistemini əks etdirir. Bəli, mətndə deyilir ki, onların düzülüşündə keçmiş sivilizasiyanın mədəniyyətini, inanclarını əks etdirməyi bacardılar. Fikrinə görə biz bunu memarlıq xüsusiyyəti kimi qəbul edə bilərik. Cavab olur 2-4 Y variantı. Mətnə əsasən nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Nöqtələr buradadır. Baxaq görə nə deyir burada cümlədə. Oxuyaq. İnanılmaz səylərin nəticəsində monumental binalar uzatdılar və onların düzülüşündə keçmiş sivilizasiya mədəniyyətinin inanclarını bacarmışlar. Nəyi bacarmışlar? İnanclarını əks etdirməyi yaza bilərik. Bəli, yaza bilərik. Əks etdirməyi.
etdirməyi və yaxud da göstərməyi də qeyd edə bilərik. Göstərməyi yaza bilərik. Sonra keçmişin hisslərini yaşatmağı bacarmışlar və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə əsasən kompleksin bərpası üçün hansı təhlükəsizlik tədbirlər görülmüşdür? Və burada fikir verin, deyir ki, bunun üçün bir neçə il ərzində ətraf torpaqların sakinləri müharibədən dağılmış cəngəlliyi öz əlləri ilə mina və bombalardan təmizlədilər. Yazırıq ki, bura ərazi mina və bombalardan təmizlənmişdir. Bu kimi fikirlər yazıb, yəni əsas özündə ehtiva eləsin bu fikirlər, mina və bombaların təmizlənməsi. Yəni belə uyğun fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə görə sxemi tamamlayın. Mişon kompleksi inşa edildiyi vaxtdan bəri hər zaman ziyarət yeri olmuşdur. Fikri doğrudur yoxsa yanlışdır? Əlbəttə ki, yanlışdır. Niyə? Bax, fikir verin. Uzun müddət heç kim Mişon xarabalıqları haqqında heç nə bilməyib. Yalnız 20-ci əsrdə Danank yaxınlığında qazıntı aparan fransız arxeoloqları onu tapmağa müvəffəq olublar. Deməli, biz qeyd edə bilərik ki, uzun müddət bu məbəd haqqında heç kimin xəbəri olmayıb. Heç kimin xəbəri olmayıb və 1996-cı ildən sonra bu məbədin, yəni 1996-cı ildən sonra məbəd açılış elan olunub. Bundan sonra cəmaət onu tanımağa başlayıb. Sonra Mişon məbəd kompleksinin açılışı olub. Bundan sonra cəmaət o haqqında məlumat bilib. Bundan sonra ziyarətçi qəbul etməyə başlayıb. Ziyarətçi qəbul etməyə başlanılıb. Buna oxşar fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin mənasını müəyyən edib yazın. Tünd qara hərflərlə yerlə yeksan edilmək nə deməkdir? Dağıdılmaq. Viran qoyulmaq və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə görə kompleksin sirli görünməsini təmin edən nədir? Bax, bu cümləyə fikir verin. Bu. Kompleksin dumanla örtülmüş təpələr və sıx cəngəlliklər arasında yerləşməsi onun sirrini daha da artırır. Deməli, nədir bu? Coğrafi mövqeyi. Haqqındakı rəvayətlər yox, coğrafi mövqeyi seçilir və bu cümləni də bura qeyd edirik. Qeyd edirik ki, kompleksin dumanla örtülmüş təpələr və sıx cəngəlliklər arasında yerləşməsi onun sirrini daha da artırır. Bu cümləni bura qeyd edərək bu sualı bu şəkildə cavablandıra bilərsiniz.